Dostlar, hamıya salam. Sizinlə bu günləri Nanola SMR'dir. Bizdə bu günləri soyutmadır, qoyun əti ilə. Soyutma deməyək burada, çünki sümüklü ət deyil əslində. Amma belə, yəni bilmirəm necə adını qoyum. Bulyonudur, öz bulyonudur. Yağ heç nə vurulmuyor. Burada smetan, xiyar, pomidor salatımız, burada turşularımız və göyərti, ayranımız və burada qırmızı soğan sumaqla, acılı biber, çörəyimiz, son. Deyəsən hər şey dedim. Burada çəngəldə var. Mən bundan yemək istəyirəm. Çünki burada suyu dəhşət çoxdur. Elə bir şorbadakı kimidir də. 5 saatdır vilka ilə oynamaq, çəngəllə oynaşmaq istəmirəm. Gəlin bir dənə şəkil. So, hər şeydən bir dözün məni, dözün. Deməli 2 gündür mukbang çıxmır. Instagramda direktim, YouTube'da rəylərim dağılır. Video hanı? Video hanı? Ona görə qəsəm dünənlər story qoydum ki Instagramda. Sabahdan inşallah hər gün çalışacağım, en azından hər gün. Video olsun. Yəni mən sizi videosuz qoymayacağım. En azından 2 günü olmayacaq. Dayım qızın uşaqlarının ad günü olacaq. Ayın 8-i. Yəni 6-cı gün. O vaxtı yəqin ki çıxmayacaq, amma mən sizə vlog hazırlayıram. Artıq vlogun yarısı hazırdır. Yəqin ki dayım qızına qonaqlığa gedəndə kebab zad olacaq dedilər. Əri özü kebab çəkəcək. Ona görə yəqin ki elə orada da vlog çəkər, yəni davamını çəkərəm və sizə ayın 9-u vlog yükləyərəm. Belə hər gün video, sonra ayın 16 səhəridir. Hərəyə gedəcəyim və 29-u nişandır. Nişandan da sizə videolar gələcək. Mən hər yerə sizlə gedəcəm yəni. Artıq donumu sizə çəkdim, getdim seçdim. Dayım qızım, nədir onun adı, dayım qızına qonaq gedəndə yəqin ki dedimdə vlogu yükləyəcəm və orada necə mağazinə getmişdik, necə don seçdim. Donu belə açıq seçdim düzü, çünki Zara'ya getmişdim. Orada da hamısı belə açıq idi və 3 dənə seçimim var idi. Birini heç geyinmədim, bəyənmədim. İkisinin arasında qaldım. Belə açıq olduğu üçün kətandan elə həmən yerdə pidjak götürdüm ki sadəcə bura belə asım da. Ama onu sonra çıxardacağım. Oturanda falan çıxardaram. Belə. Keçən dəfə də deyirəm Zara'ya gedəcəm, oraya gedəcəm. Deyir, Zara'dan başqa heç nə bilmirsən deyəsən. Həmən momentdə də Mango da dedim, Massimo Dutti də dedim. Charles Gate də tanıyıram. Əgər mass market deyirsinizsə, yəni Gucci kimi bir şeylər, Guess kimi, Michael Kors kimi bir yəni Michael Kors əslində marka olaraq ən aşağıdır Guess kimi. Amma ki yəni onları demirsinizsə, yəni şükür Allaha tanıyırıq. Stradivarius'a da gedirik, Pull&Bear'a da gedirik. Uzağı yəni New Yorker'a da gələ bilərik. Amma New Yorker'a nədənsə çoxdan girmirəm. Prosto ki, imенно belə don, nişana don, nə Stradivarius'da mən seçə bilərdim. Mango'da da elə bil biraz cavanlar üçün azdır mənə görə. Mən görə bilmədim orada içinə.
Massimo Ducci'ye de girdim. Ama orada daha çok donlar kətandan idi. Yəni o səbəbdən. Yəni tanıdığımız qədər tanıyırıq. Problem orasında deyil. Hamısını da çəkmədim. Prosta ki, elə bir mənə uyğun, məncə mən orada taparam. Ona görə də deyirəm bu qədər. Mən nə qədər blogerlər baxıram, unpacking edəndə göstərirlər, demək olar hamısı Zara'dandır. Zara modanın dalıcı çox yaxşı gedir. Nə çıxırsa yeni kolleksiyalarında həmişə olur. Ancaq ona görə vlogumda qiymətlərlə, hər şeylə bir yerdə hər şey görəcəksiniz. Üstəlik Yuska da daima hədiyyə olmuşdu. Yəni ad gününə göstərəcəm sizə nələr. Hər şey olacaq vlogda, narahat olmayın. Salam gözəlim, mən bir sual vermək istəyirəm. Mukbangda bu mövzu haqqında danışsa sevinərəm. Bu estetik əməliyyat, eləcə də botoks falan haqqında nə düşünürsünüz? Səni çox sevirəm. Nuş olsun. Bir də anonim olsun. Mən də sizi çox istəyirəm. Çox sağ olun. Problem yoxdur. Anonim olarıq. Heç nə deməli yəni. Deməli, estetik haqqında nə düşünürəm? Mən yəni estetiyə normal baxıram. Açığı, həddini aşmamaq şərti ilə. Əgər məsələn özündə nəyisə bəyənmirsənsə, və fikirləşirsənsə, bunu eləyərəm, özümü konkret qəbul eləyəcəm, niyə də yox. Mən şəxsən pis baxmıram. Amma konkret elə insanlar var ki, asıllıdır elə bir. Bir dənə əməliyyat eləyir, dayana bilmir. Baxın, ona dəhşət pis baxıram. Əslində, yəni özümə görə pis baxıram. O insan öz həyatıdır, istəyir özünə nə bilmə timsah burunu eləsin. Yəni mənə heç bir aidiyyəti yoxdur. Prosta öz fikrimi deyirəm. Botoks, yəni məncə mən 30 yaşından sonra özümə eləyəcəm. Hamımız cavan qalmaq istəyirik, amma çox negativ rəylər eşidirəm axırı vaxtda. Çox. Miqrasiya olunur, başqa bir yerə vursam, miqrasiya olunur başqa yerə, üzündən başqa yerə. Və yaxud da üzüvün bir yeri keyir, bir yeri tərpənir, o birisi yox. İndi kimsə yaza bilər, mən 10 ildə eləyirəm, məndə problem yoxdur. İnsandan insana fərq var. Yəni siz eləyirsiniz, deməli sizə uyğundur botoks. Elə insanlara var ki, uyğun deyil. Güncə dəfə mən bir dənə rəyli yazmışdım. Deyir, qaynımın oğluna səni göstərirəm. Aynen. Deyir, gözəl qızdır, deyir, amma rayon söhbətini deyəndən sonra belə deyir ki, o qədər də baxımlı deyil. Nə kəndə gedib iş görməyəcək, nə də şəhərdə, yəni belə şey deyil də. Mən özüm şəhərdə böyüyən. Onda o yazdı ki, valideynlərim də rayondan da. Əmin olun ki, şəhərdə böyüyən,
özünə heç nə eləməyəcək belə konkret ki, görsənsin. Bu boyda dodaq, məsəl üçün azca eləyəcək, məsəl üçün dodağı yoxdursa. Amma bu boyda dodaq, konkret Michael Jackson burnu heç vaxt eləməyəcək. Yəni bu mənim fikrimdir. Və bunlar düşünürlər ki, baxım sizin üçün nədir? Mən özümə çox yaxşı baxıram. Şükür Allaha. Və bu bəylər yəqin ki, özləri elə dəhşət özündən razıdılar ki, elə bilirlər ki, mənim kimi qızlar ona baxar. Nə kəndə getməz, nə də ki, şəhər üçün belə deyil. Mənim köküm, nəslim Bakılıdır. Hər tərəfli. Mən şəhərdə böyümüşəm. Necə yəni şəhər üçün? Siz şəhər adamlarını da çox pis tanıyırsınız. Ona görə mən adda rəyələrdə yazdım ki, yəqin ki sizin üçün baxım, tatuaj, qaşlar, hansı ki bilinir belə xəttlər. Bu boyda dodaq. Sizin üçün yəqin ki baxım odur. Mən çoxsan kosmetologa gedirəm, amma ancaq maska falan edirəm, təmizləmə, çistka edirəm. Salona gedirəm. Mən hər şeyi vlogda çəkmirəm. Lazerə gedirəm. Özümü geyindirirəm. Keçindirəm. Yeyəndə yaxşı yerlərdə yeyirəm. Baxım, məsəl üçün nədir də insanlar üçün? Mən çox maraqlıdır. Yazarsınız mənə. Ona görə belə deyim, mən pis baxmıram, amma insan özünü qəbul eləməlidir. Yenə deməsin ki, məsəl üçün buranı dəyişdirdi, yenə təzədən nəyisə dəyişdirmək istəyir. Yəni bu normal deyil mənə görə. Hər bir insan fərqli individumdur. Fərqli görünüşdədir. Və sən mənə bənzəmək istəsən belə bənzəyə bilməyəcəksən, mən sənə bənzəmək istəsəm bənzəyə bilməyəcəm. Hərənin öz üz quruluşu fərqlidir. Ona bu burun yaraşır, sənə yox. Geçən dəfə TikTokda bir qız görürəm. Maşın sürür və burnu belədir. Hələ fırlanıb belə. Belə. Bilmirəm necədir. Elə bir Buratina'ya oxşur. Yəni konkret çox pis görsənir. Bu qızda da məncə böyük bir problem var. Və bu deyir ki, mən bəyənirəm. Siz rəylərdə niyə yazırsınız? Mən burnum çox gözəldir. Amma Michael Jackson'ın burnu onun yanında salto vurur. Yəni bunu deyə bilərəm. Gözəldir. Onun burnu konkret elə fırladıblar, içinə belə girib, çox belə yüksəkdir, yəni. Məncə o videonu görməyən yoxdur. Amma məncə o qız psixoterapiya nəysə almalıdır. Az çəkmirəm qəsəm. Ona görə qədərində okey. Və yaxşı kosmetolog. Və kosmetologa girməmişdən əvvəl soruşmaq lazımdır. Səndə həkim diplom var ya yoxdur? Ya öz-özünə hara gəldi, nəyi vurursan? Yəni mən onu soruşmamış, ömrü boyu kosmetolog kreslosuna oturmaram. İstəyir mənə öldür. Yəni oturmaram. Ona görə belə.
Uşaqlar, deməli salatımızı yedim. Bu qaldı, bu da qaldı. Sorry. İnanıram ki mukbangı bəyəndiniz. Ay sizi necə çox istəyirəm. Uşaqlar, çox sağ olun ki varsınız. Öpürəm sizi, bağrıma basıram, əzizlərim. Köynə videoma baxmamızsa bura basıb, köynə videoma baxırsınız. Burada logo olacaq. O logoya basıb takip ata bilərsiniz. Sizinlə Nanula SMR idi. Sabahədək ya o biri günədək.